Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. حدثني عبدوس بن مالك العطار قال: سمعت أبا عبد الله أحمد بن محمد بن حنبل رضي الله عنه يقول: أصول السنة عندنا التمسك بما كان عليه أصحاب رسول الله صلى الله عليه وسلم والاقتداء بهم، وترك البدع وكل بدعة فهي ضلالة، وترك الخصومات والجلوس مع أصحاب الأهواء، وترك المراء والجدال والخصومات في الدين. والسنة عندنا آثار رسول الله صلى الله عليه وسلم، والسنة تفسر القرآن وهي دلائل القرآن، وليس في السنة قياس، ولا تضرب لها الأمثال، ولا تدرك بالعقول ولا الأهواء، إنما هو الاتباع وترك الهوى. Abdus İbni Malik el-Attar, Allah ona rəhm etsin, dedi: Mən Əbu Abdullah Əhməd İbni Həmbəlin, Allah ondan razı olsun, belə dediyini işitdim. Bizim anlayışımızda sünnənin əsasları Allah Rasulunun, ona Allahın salavatı və salamı olsun, sahabələrinə bağlılıq və onları təqib etməkdir. Bidətləri tərk etmək. Çünki hər bir bidət zalələtdir. Həmçinin mübahisələri və öz nəfsi istəklərinə uyan kimsələr ilə münasibətləri tərk etmək. Dini mübahisələri və höccətləşmələri tərk etmək. Bizim anlayışımızda Rasulullah'dan, ona Allahın salavatı və salamı olsun, rəvayət olunan hər bir şey sünnədir. Sünnə Quranı izah edir və Quranın açıqlamasıdır. Sünnədə qiyas yoxdur və onun üçün misallar gətirilmir və onu nə ağıl, nə də hisslər vasitəsilə dərk etmək mümkün deyil. Yalnız təqib və nəfsi istəklərin tərk edilməsi gərəkdir. ومن السنة اللازمة التي من ترك منها خصلة لم يقبلها ويؤمن بها لم يكن من أهلها الإيمان بالقدر خيره وشره، والتصديق بالأحاديث فيه والإيمان بها، لا يقال لما ولا كيف، إنما هو التصديق والإيمان بها. ومن لم يعرف تفسير الحديث ويبلغه عقله فقد كفي ذلك وأحكم له، فعليه الإيمان به والتسليم له، مثل حديث الصادق المصدوق، ومثل ما كان مثله في القدر، ومثل أحاديث الرؤية كلها، وإن نبت عن الأسماع واستوحش منها المستمع، وإنما عليه الإيمان بها وألا يرد منها حرفا واحدا، وغيرها من الأحاديث المأثورات عن الثقات، وألا يخاصم أحدا ولا يناظره ولا يتعلم الجدال، فإن الكلام في القدر والرؤية والقرآن وغيرها من السنن مكروه ومنهي عنه، لا يكون صاحبه وإن أصاب بكلامه السنة من أهل السنة حتى يدع الجدال ويسلم ويؤمن بالآثار. Həmçinin sünnədə vacib olan şeylər var və onların cüzi bir hissəsini belə tərk edən, onu qəbul etməyib, ona iman gətirməyən kimsə sünnə əhlindən sayılmaz. Bu da xeyir və şərin qəza və qədərlə meydana gəlməsinə iman və bu haqda rəvayət olunan hədislərə iman gətirmək, qədərə necə, nə üçün və ya nə cür suallarını verməyərək iman gətirməkdir. Yalnız tam tabiçilik olmalı və qədərə aid hər bir şeyə iman gətirilməlidir. Əgər kimsə hər hansı bir hədisin izahını bilmirsə və onun ağlı həmin hədisi dərk edə bilmirsə, o bununla kifayətlənməlidir. O, iman gətirib onu qəbul etməlidir. Bu da damladan xəlq edilmə haqqında Sadiqul Məsduq hədisinə bənzərdir. Bu hədisin səhihliyində ittifaq etmişlər. Həmçinin qədər haqqında buna bənzər hədislər. Həmçinin bu, Allahın görünməsi hədislərinə, hətta qeyri-adi və qavrayış üçün yad olsalar belə, onlara iman gətirməkdir. Həqiqətən bu hədislərə iman gətirməli və onlardan bir hərf belə inkar etməməlidir. Bu, etibarlı rəvayətçilər tərəfindən rəvayət olunan digər hədislərə də aiddir. Heç kim mübahisə və höccətləşmə aparmamalı və mübahisə etməyi öyrənməməlidir. Həqiqətən qədər Allahın görünməsi
Quran və sünnənin başqa məsələləri haqqında müzakirə etmək bəyənilmir və qadağan edilmişdir. Bununla məşğul olan kimsənin söylədikləri sünnəyə uyğun olsa belə, apardığı mübahisəni tərk etməyənə qədər sələflərdən rəvayət olunanlara tabe olub iman gətirməyənə qədər o sünnə əhlindən sayılmaz. والقرآن كلام الله وليس بمخلوق ولا يضعف أن يقول ليس بمخلوق قال فإن كلام الله ليس ببائن منه وليس منه شيء مخلوق وإياك ومناظرة من أحدث فيه ومن قال باللفظ وغيره ومن وقف فيه فقال لا أدري مخلوق أو ليس بمخلوق وإنما هو كلام الله فهذا صاحب بدعة مثل من قال هو مخلوق وإنما هو كلام الله ليس بمخلوق. Quran Allahın kəlamıdır, məxluq deyil. Quranın məxluq olmadığını deməkdən çəkinmə. Həqiqətən Allahın kəlamı onun özündən ayrı qalan bir şey deyil. Şübhəsiz ki, onun kəlamında heç bir şey məxluq deyil. Bu məsələdə dinə yenilik gətirən kimsələr ilə mübahisələrə qapanmaqdan çəkin. Həmçinin tələffüz haqqında və ona bənzər şeylər haqqında danışanlardan da çəkin. Həmçinin Quranın məxluq olduğunu və ya olmadığını bilmirəm, lakin o həqiqətən Allahın kəlamıdır deyənlərdən də çəkin. Bu sözləri söyləyən insan, Quran məxluqdur deyən insan kimi bidət əhlindəndir. Lakin həqiqətən Quran Allahın kəlamıdır, məxluq deyil. والإيمان بالرؤية يوم القيامة كما روي عن النبي صلى الله عليه وسلم من الأحاديث الصحاح وأن النبي صلى الله عليه وسلم قد رأى ربه فإنه مأثور عن رسول الله صلى الله عليه وسلم صحيح رواه قتادة عن عكرمة عن ابن عباس ورواه الحكم بن أبان عن عكرمة عن ابن عباس ورواه علي بن زيد عن يوسف بن مهران عن ابن عباس والحديث عندنا على ظاهره كما جاء عن النبي صلى الله عليه وسلم والكلام فيه بدعة ولكن نؤمن به كما جاء على ظاهره ولا نناظر فيه أحدا. Həmçinin Allahın qiyamət günü görünməsinə iman gətirmək. Bu da Rəsulullahdan, ona Allahın salavat və salam olsun, səhih hədislərdə rəvayət olunmuşdur. Həmçinin Rəsulullahın, ona Allahın salavat və salam olsun, öz Rəbbini görməsinə iman gətirmək. Allahın Rəsulundan səhih olaraq rəvayət olunmuş hər bir şeyə iman gətirmək. Bu haqda rəvayəti Qatada İkrimədən, o da İbn Abbasdan rəvayət edib. Həmçinin bu rəvayəti Əl-Həkəm İbn Əbən İkrimədən, o da İbn Abbasdan və Əli İbn Zeyd Yusuf İbn Mihrandan, o da İbn Abbasdan rəvayət edib. Biz bu hədisi Rəsulullahdan, ona Allahın salavat və salamı olsun, rəvayət olunduğu kimi zahiri mənasını anlayırıq. Və bu haqda müzakirə etmək bidətdir. Biz bu rəvayətin zahiri mənasına iman gətiririk və bu haqda heç kimlə mübahisə etmirik. وَالْإِيمَانُ بِالْمِيزَانِ يَوْمَ الْقِيَامَةِ كَمَا جَاءَ يُوزَنُ الْعَبْدُ يَوْمَ الْقِيَامَةِ فَلَا يَزِنُ جَنَاحَ بَعُوضَةٍ وَتُوزَنُ أَعْمَالُ الْعِبَادِ كَمَا جَاءَ فِي الْأَثَرِ وَالْإِيمَانُ بِهِ وَالتَّصْدِيقُ بِهِ وَالْإِعْرَاضُ عَمَّنْ رَدَّ ذَلِكَ وَتَرْكُ مُجَادَلَتِهِ. Qiyamət gününün mizanına iman gətirmək. Necə ki, bu barədə qiyamət günü qul çəkiləcək və çəkisi ağcaqanad qanadına yüngül gələcək hədisində rəvayət olunub. Həmçinin səhih hədislərdə rəvayət olunduğu kimi qulların əməlləri də çəkiləcək. Bu məsələlərə iman gətirmək və onları təsdiq etmək, həmçinin onları inkar edənlərdən üz çevirmək və bu məsələlər haqda mübahisələri tərk etmək. وَأَنَّ اللَّهَ تَعَالَى يُكَلِّمُ الْعِبَادَ يَوْمَ الْقِيَامَةِ لَيْسَ بَيْنَهُمْ وَبَيْنَهُ تَرْجُمَانٌ وَالْإِيمَانُ بِهِ وَالتَّصْدِيقُ بِهِ. Həqiqətən Allahın qiyamət günü qulları ilə arada tərcüməçi olmadan danışmasına iman gətirmək və bunu təsdiq etmək. وَالْإِيمَانُ بِالْحَوْضِ وَأَنَّ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَوْضًا يَوْمَ الْقِيَامَةِ تَرِدُ عَلَيْهِ أُمَّتُهُ عرضه مثل طوله مسيرة شهر آنيته كعدد نجوم السماء على ما صحت به الأخبار من غير وجه. Həmçinin hovuza iman gətirmək.
Qiyamət günü Allah Rasulunun, ona Allahın salavat və salamı olsun, hovuzu olmasına və onun ümmətinin həmin hovuzdan su içməsinə iman gətirmək. O hovuzun eni uzunluğuna bərabər olaraq bir ay yol məsafəsindədir. Bir çox səhih hədislərdə rəvayət olunduğu kimi, onun üzərindəki qədəhlərin sayı göydəki ulduzların sayına bərabərdir. والإيمان بعذاب القبر وأن هذه الأمة تفتن في قبورها وتسأل عن الإيمان والإسلام ومن ربه ومن نبيه ويأتيه منكر ونكير كيف شاء الله عز وجل وكيف أراد والإيمان به والتصديق به. Həmçinin qəbr əzabına və bu ümmətin öz qəbirlərində fitnəyə düşməsinə və iman, İslam, Rəbbin kimdir və Peyğəmbərin kimdir barəsində sorğu-sual olunmasına iman gətirmək. Onun yanına münkər və nəkirin gələcəyinə və onların gəlişinin izzət və cəlal sahibi olan Allahın istədiyi kimi olacağına iman etmək və bunu təsdiq etmək. وَالْإِيمَانُ بِشَفَاعَةِ النَّبِيِّ صلى الله عليه وسلم وبقوم يخرجون من النار بعدما احترقوا وصاروا فحما فيؤمر بهم إلى نهر على باب الجنة كما جاء في الأثر كيف شاء الله وكما شاء إنما هو الإيمان به والتصديق به. Həmçinin Rasulullahın, ona Allahın salavat və salamı olsun, şəfaətinə və insanların yanıb külə döndükdən sonra oddan çıxmalarına iman gətirmək. Bundan sonra onları cənnət qapısının yanında xan çaya atılmalarını əmr edəcəklər və bu səhih hədislərdə rəvayət olunduğu kimi və Allahın istədiyi kimi olacaq. Həqiqətən bunlara iman edərək təsdiq etmək lazımdır. والإيمان أن المسيح الدجال خارج مكتوب بين عينيه كافر والأحاديث التي جاءت فيه والإيمان بأن ذلك كائن وأن عيسى ابن مريم عليه السلام ينزل فيقتله بباب لد. Həmçinin Məsih-i Dəccalın zuhuruna və onun gözləri arasında kafir sözünün olmasına iman gətirmək. Bu haqda rəvayət olunan və bizlərə məlum olan hədislərə və bunun baş verəcəyinə iman gətirmək. Həmçinin Məryəm oğlu İsa'nın nazil olaraq Lüd şəhərinə girəcəyinə və onu öldürəcəyinə iman gətirmək. والإيمان قول وعمل يزيد وينقص كما جاء في الخبر أكمل المؤمنين إيمانا أحسنهم خلقا ومن ترك الصلاة فقد كفر وليس من الأعمال شيء تركه كفر إلا الصلاة من تركها فهو كافر وقد أحل الله قتله. İman söz və əməldən ibarətdir. O artır və azalır. Hədisdə rəvayət olunduğu kimi, ən gözəl əxlaqa malik olan möminlər daha kamil iman sahibləridir. Namazı tərk edən küfr etmişdir və namazdan başqa elə bir əməl yoxdur ki, onun tərk edilməsi küfr olsun. Onu tərk edən kafirdir və Allah onun qətlini halal etmişdir. وخير هذه الأمة بعد نبيها أبو بكر الصديق ثم عمر بن الخطاب ثم عثمان بن عفان نقدم هؤلاء الثلاثة كما قدمهم أصحاب رسول الله صلى الله عليه وسلم لم يختلفوا في ذلك ثم بعد هؤلاء الثلاثة أصحاب الشورى الخمسة علي بن أبي طالب وطلحة والزبير وعبد الرحمن بن عوف وسعد كلهم يصلح للخلافة وكلهم إمام ونذهب في ذلك إلى حديث ابن عمر كنا نعد ورسول الله صلى الله عليه وسلم حي وأصحابه متوافرون أبو بكر ثم عمر ثم عثمان ثم نسكت ثم من بعد أصحاب الشورى أهل بدر من المهاجرين ثم أهل بدر من الأنصار من أصحاب رسول الله صلى الله عليه وسلم على قدر الهجرة والسابقة أولا فأولا ثم أفضل الناس بعد هؤلاء أصحاب رسول الله صلى الله عليه وسلم القرن الذين بعث فيهم كل من صحبه سنة أو شهرا أو يوما أو ساعة أو رآه فهو من أصحابه له من الصحبة على قدر ما صحبه وكانت سابقته معه وسمع منه ونظر إليه نظرة فأدناهم صحبة هو أفضل من القرن الذين لم يروه
ولو لقوا الله بجميع الأعمال كان هؤلاء الذين صحبوا النبي صلى الله عليه وسلم ورأوه وسمعوا منه ومن رآه بعينه وآمن به ولو ساعة أفضل لصحبته من التابعين ولو عملوا كل أعمال الخير. Bu ümmətin, onun Rəsulundan sonra, ona Allahın salavatı və salamı olsun, ən xeyirliləri Əbu Bəkr Siddiq, sonra Ömər ibn Əl-Xattab, sonra Osman ibn Affandır. Biz Rəsulullahın, ona Allahın salavatı və salamı olsun, sahabələrinin etdiklərinə müvafiq olaraq bu üç nəfərə birinci yerlər ayırır və bu haqda ixtilaf etmirik. Bu üç nəfərdən sonra şura əhli 5-dir. Əli ibn Əbu Talib, Talha, Ez-Zübeyir, Abdurrahman ibn Avf, Sad, Allah onlardan razı olsun. Onların hamısı rəhbərliyə layiq idilər, hamısı imamdırlar. Bu haqda biz İbn Ömərin hədisinə üz tuturuq. Biz sadalayırdıq və bu da Rəsulullahın, ona Allahın salavatı və salamı olsun, və onun sahabələrinin həyatda olduqları zamanlar idi. Biz Abu Bakır, sonra Ömər, sonra Osman deyirdik, sonra isə susurduq. Əshab-ı Şuradan sonra Bədir döyüşünün iştirakçılarından birinci mühacirlər, sonra isə ənsarlar gəlir. Sonra isə hicrətlərindən və İslamı qəbul etməklərindən asılı olaraq qalan sahabələr. Rasulullah ilə, ona Allahın salavatı və salamı olsun, bir il və ya bir ay, bir gün, hətta bir saat belə birgə olan ya da sadəcə onu görən, onun sahabələrindən sayılır. Onun dərəcəsi Rasulullah ilə birgə keçirdiyi vaxtdan, onun İslama daxil olma zamanından, Rasulullahdan nə qədər eşitdiyindən və neçə müddət onu görməsindən asılıdır. Sahabələrdən ən kiçik dərəcə belə olanı, Rasulullahı, ona Allahın salavatı və salamı olsun, görməyən nəsildən daha xeyirlidir. Hətta onlar bütün etdiyi əməlləri ilə Allaha qovuşsalar belə. Rasulullahın, ona Allahın salavatı və salamı olsun, sahabəsi olaraq onu eşidən və görən, hətta onu gözləri ilə bir saat belə görən və ona iman gətirən kimsə tabiinlərdən xeyirlidir. Hətta axırıncılar bütün salih əməlləri etmiş olsalar belə. والسمع والطاعة للأئمة وأمير المؤمنين البر والفاجر ومن ولي الخلافة واجتمع الناس عليه ورضوا به ومن عليهم بالسيف حتى صار خليفة وسمي أمير المؤمنين والغزو ماض مع الأمراء إلى يوم القيامة البر والفاجر لا يترك وقسمة الفيء وإقامة الحدود إلى الأئمة ماض ليس لأحد أن يطعن عليهم ولا ينازعهم ودفع الصدقات إليهم جائزة نافذة من دفعها إليهم أجزأت عنه برا كان أو فاجرا وصلاة الجمعة خلفه وخلف من ولاه جائزة باقية تامة الركعتين من أعادهما فهو مبتدع تارك للآثار مخالف للسنة ليس له من فضل الجمعة شيء إذا لم ير الصلاة خلف الأئمة من كانوا برهم وفاجرهم فالسنة بأن يصلي معهم ركعتين ويدين بأنها تامة لا يكن في صدرك من ذلك شك ومن خرج على إمام من أئمة المسلمين وقد كان الناس اجتمعوا عليه وأقروا له بالخلافة بأي وجه كان بالرضا أو بالغلبة فقد شق هذا الخارج عصا المسلمين وخالف الآثار عن رسول الله صلى الله عليه وسلم فإن مات الخارج عليه مات ميتة جاهلية ولا يحل قتال السلطان ولا الخروج عليه لأحد من الناس فمن فعل ذلك فهو مبتدع على غير السنة والطريق. Möminlərin əmirlərinə və başçılarına, onların salih və ya fasiq olmalarına baxmayaraq tabiçilik və itaət göstərmək, hakimiyyəti ələ almış, ətrafında insanların toplandığı və ondan razı qaldıqları kimsə və həmçinin hakimiyyəti qılınc gücünə ələ keçirmiş və beləliklə də hökmdar olmuş kimsə möminlərin əmri sayılır. Müharibələr isə istər salih, istərsə fasiq hökmdarın rəhbərliyi altında aparılır və tərk olunmur. Həmçinin qənimətin bölünməsi və cəzaların yerinə yetirilməsi hakimlər tərəfindən edilir. Onları heç kim təhqir etməməli və devirməyə çalışmamalıdır. Zəkatları
onlara vermək icazəlidir və onlara verilən zəkat hakimin salih və ya fasiq olduğundan asılı olmayaraq səhih hesab olunur. Həmçinin onun arxasında və ya onun təyin etdiyi əmrin arxasında cümə namazını qılmaq icazəlidir. O, namaz tamdır və 2 rükətdən ibarətdir. Hakimə qarşı çıxan kimsə sələflərdən nəql olunanı tərk etmiş və sünnəyə qarşı çıxmış bir bidətçidir. Hakimlərin salih və ya fasiq olmasından asılı olmayaraq, onların arxasında namaz qılmağı özünə vacib bilməyən kimsəyə cümə namazından qazanc yoxdur. Onların arxasında 2 rükət namaz qılmaq və bu namazın tam olduğuna etiqad etmək sünnədəndir. Bu haqda qəlbdə bir şübhə olmamalıdır. İnsanların istər xəlifəliyi qəbul etdikləri, istər zorla ətrafında toplanmış olduqları halda, müsəlman ümmətindən bir kimsə hakimə qarşı çıxarsa, bu əməli ilə o müsəlmanların birliyini qırır. Həmçinin bu əməli edən insan Allah Rasulunun, ona Allahın salavatı və salamı olsun, hədislərinə müxalif olur və əgər o, xavaric, bu əməldə israr edərək ölərsə, cahiliyyə dövrünün ölümü ilə ölmüş kimidir. Müsəlman başçıya qarşı müharibə etmək və ona qarşı çıxmaq heç kimə halal deyildir. Bu əməli edən kimsə sünnənin yolundan çıxmış bir bidətçidir. وقتال اللصوص والخوارج جائز إذا عرضوا للرجل في نفسه وماله فله أن يقاتل عن نفسه وماله ويدفع عنها بكل ما يقدر وليس له إذا فارقوه أو تركوه أن يطلبهم ولا يتبع آثارهم ليس لأحد إلا الإمام أو ولاة المسلمين إنما له أن يدفع عن نفسه في مقامه ذلك وينوي بجهده ألا يقتل أحدا فإن مات على يديه في دفعه عن نفسه في المعركة فأبعد الله المقتول وإن قتل هذا في تلك الحال وهو يدفع عن نفسه وماله رجوت له الشهادة كما جاء في الأحاديث وجميع الآثار في هذا إنما أمر بقتاله ولم يؤمر بقتله ولا اتباعه ولا يجهز عليه إن صرع أو كان جريحا وإن أخذه أسيرا فليس له أن يقتله ولا يقيم عليه الحد ولكن يرفع أمره إلى من ولاه الله فيحكم فيه. Həmçinin oğrular və xavariclər bir insanın həyatına və ya malına qəsd edərək üstünə hücum edərlərsə, onlarla savaşmaq icazəlidir. O kimsə öz həyatını və mal dövlətini qorumaq üçün hər bir mümkün olan vasitə ilə onlara qarşı vuruşa bilər. Əgər onlar onu tərk edərlərsə, onların arxalarına düşərək təqib etmək lazım deyil. Bu yalnız müsəlman başçıların işidir. Hücuma məruz qalan insan yalnız təcavüz edildiyi yerdə özünü müdafiə edə bilər. Həmçinin o heç kimi öldürməməyə çalışmalıdır. Əgər hücum edən təcavüzə məruz qalan kimsənin əlindən ölərsə, Allah onu uzaq etsin. Əgər özünü müdafiə edən, öz canını və malını müdafiə edərək ölərsə, mən ümid edirəm ki, o, Allah yolunda ölən bir şəhiddir. Bütün rəvayət olunan hədis və əsərlərdə qeyd olunduğu kimi, onlarla savaşmaq əmr olunmuşdur. Lakin onları öldürmək və arxalarına düşərək təqib etmək əmr edilməmişdir. Əgər təcavüzkar yıxılarsa və ya yaralanarsa, onu öldürmək olmaz. Əgər təcavüzkar əsir götürülərsə, onu öldürmək və ya ona özbaşına şəriətin təyin etdiyi bir cəza tətbiq etmək icazəli deyil. Ona hökmün çıxarılması hakimə həvalə edilir. ولا نشهد على أحد من أهل القبلة بعمل يعمله بجنة ولا نار نرجو للصالح ونخاف عليه ونخاف على المسيء المذنب ونرجو له رحمة الله ومن لقي الله بذنب يجب له به النار تائبا غير مصر عليه فإن الله يتوب عليه ويقبل التوبة عن عباده ويعفو عن السيئات ومن لقيه وقد أقيم عليه حد ذلك الذنب في الدنيا فهو كفارته كما جاء في الخبر عن رسول الله صلى الله عليه وسلم ومن لقيه مصرا غير تائب من الذنوب التي قد استوجب بها العقوبة فأمره إلى الله إن شاء عذبه وإن شاء غفر له ومن لقيه من كافر عذبه ولم يغفر له.
Biz bir müsəlman haqqında onun etdiyi əməllərin əsasında onun cənnətlik və ya cəhənnəmlik olduğuna şəhadət etmirik. Biz salih insanın cənnətə düşəcəyini ümid edirik, eyni zamanda ondan narahatıq və biz günahkar kimsədən narahatıq, lakin Allahın ona rəhm etməsinə ümid edirik. Kim Allahın huzuruna cəhənnəm alovunu vacib edən günahlarda israr etməmiş və tövbə etmiş halda çıxarsa, şübhəsiz ki, Allah onu bağışlayar. Allah öz qullarını bağışlayan və onların tövbələrini qəbul edəndir. Əgər insan bir günahına görə bu dünyada cəzasını aldıqdan sonra Allahın huzuruna gələrsə, Rəsulullahın, ona Allahın salavatı və salamı olsun, hədisində rəvayət olunduğu kimi, həmin cəza onun günahının kəffarəsidir. Allahın huzuruna cəza təyin edilmiş günahlardan tövbə etməmiş gələrsə, onun işi Allaha həvalə olunur və o, onu istəsə cəzalandırar, yaxud bağışlayar. Onun huzuruna kafir olaraq gələni o cəzalandırar və bağışlamaz. والرجم حق على من زنى وقد أحصن إذا اعترف أو قامت عليه بينة وقد رجم رسول الله صلى الله عليه وسلم وقد رجمت الأئمة الراشدون. Evli bir kəs etdiyi zina günahını boynuna alarsa və ya onun günahı sübut olunarsa, o daşqalaq edilməyə layiqdir. Həmçinin Rasulullah, ona Allahın salavatı və salamı olsun, daşqalaq etmiş və Raşidi xəlifələr də daşqalaq etmişlər. ومن انتقص أحدا من أصحاب رسول الله صلى الله عليه وسلم أو أبغضه بحدث كان منه أو ذكر مساوئه كان مبتدعا حتى يترحم عليهم جميعا ويكون قلبه لهم سليما. والنفاق هو الكفر، أن يكفر بالله ويعبد غيره ويظهر الإسلام في العلانية، مثل المنافقين الذين كانوا على عهد رسول الله صلى الله عليه وسلم. وقوله صلى الله عليه وسلم: ثلاث من كن فيه فهو منافق، هذا على التغليظ، نرويها كما جاءت ولا نفسرها. وقوله: لا ترجعوا بعدي كفارا ضلالا يضرب بعضكم رقاب بعض. ومثل: إذا التقى المسلمان بسيفيهما فالقاتل والمقتول في النار. ومثل: سباب المسلم فسوق وقتاله كفر. ومثل: من قال لأخيه يا كافر فقد باء بها أحدهما. ومثل: كفر بالله تبرؤ من نسب وإن دق. ونحو هذه الأحاديث مما قد صح وحفظ فإنا نسلم له وإن لم نعلم تفسيرها، ولا نتكلم فيها ولا نجادل فيها ولا نفسر هذه الأحاديث إلا مثل ما جاءت لا نردها إلا بأحق منها. Resulullahın, ona Allahın salavatı və salamı olsun, sahabələri haqqında pis danışan və ya onlara hər hansı bir səbəbə görə nifrət bəsləyən və onların qüsurlarından danışan kimsə bidətçidir. Və onların hamısı üçün Allahdan rəhmət diləməyənə qədər və qəlbini onlara qarşı olan kindən təmizləməyənə qədər bidətçi olaraq qalacaqdır. Nifaq küfürdür. Bu da bir insanın zahirində İslama bağlılığını göstərməsi, Allaha iman gətirməməsi və ondan qeyrisinə ibadət etməsidir. Bu da Resulullahın, ona Allahın salavatı və salamı olsun, zamanındakı münafiqlərin sifətlərindəndir. Həmçinin onun, bir insanda 3 sifət cəm olsa, o münafiqdir. Sözləri qorxu və təhdid üçündür. Biz onları şərh etmədən rəvayət olunduğu kimi rəvayət edirik. Həmçinin Resulullahın, ona Allahın salavatı və salamı olsun, məndən sonra bir-birinizin başlarını kəsən kafir və azğın insanlara dönməyin. Həmçinin bir müsəlmanı söymək fasiqlik, onu öldürmək isə küfürdür. Həmçinin kim müsəlman qardaşına ey kafir deyərək müraciət edərsə, onların ikisindən biri bu sifəti qazanmış olar. Və buna bənzər bir insanın öz nəslindən imtina etməsi küfürdür. Hətta onun nəsli nəcibli olmasa belə. Bu hədisləri də şərh etmədən rəvayət olunduğu kimi rəvayət edirik. Bu hədislərə bənzər başqa səhih hədisləri, onların şərhlərini bilməsək belə biz qəbul edir və bu məsələ barəsində danışmırıq, mübahisə etmirik. Həmçinin bu hədislərə sələflərdən varid olan şərhlərdən başqa bir şərhləri aid etmirik
və onları yalnız onlardan daha səhih olan rəvayətlər əsasında rədd edirik. والجنة والنار مخلوقتان قد خلقتا كما جاء عن رسول الله صلى الله عليه وسلم دخلت الجنة فرأيت قصرا ورأيت الكوثر واطلعت في الجنة فرأيت أكثر أهلها كذا واطلعت في النار فرأيت كذا وكذا فمن زعم أنهما لم تخلقا فهو مكذب بالقرآن وأحاديث رسول الله صلى الله عليه وسلم ولا أحسبه يؤمن بالجنة والنار. Cənnət və cəhənnəm artıq yaradılıb. Həmçinin Rəsulullah, ona Allahın salavatı və salamı olsun, demişdir. Mən cənnətə daxil oldum və orada bir saray gördüm, Kövsəri gördüm. O həmçinin demişdir. Mənə cəhənnəm göstərildi və orada olanların əksəriyyəti qadınlar idi. Və ya mənə cəhənnəm göstərildi, mən də orada filan və filan şeyləri gördüm. Cənnət və cəhənnəmin yaradılmasını inkar edən, Qurana və Rasulullahın, ona Allahın salavatı və salamı olsun, hədislərinə inanmır və mən hesab edirəm ki, o cənnət və cəhənnəmə belə inanmır. ومن مات من أهل القبلة موحدا يصلى عليه ويستغفر له ولا يحجب عنه الاستغفار ولا تترك الصلاة عليه لذنب أذنبه صغيرا كان أو كبيرا أمره إلى الله تعالى. آخر الرسالة والحمد لله وحده وصلواته على محمد وآله وسلم تسليما. Tövhid əhli olaraq müsəlman ölən kimsə üçün cənazə namazı qılınır və onun üçün bağışlanma dilənir. Onun üçün bağışlanma diləməyi tərk etmək olmaz. Və biz onun etdiyi böyük və kiçik günahlarına görə onun cənazəsini tərk etmirik. Onun işi uca və nöqsansız Allaha aiddir. Həmd alimlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun Rəsulu Muhammedə və ailəsinə olsun.